Bəyəndiyiniz 3 serial və 3 film tamaşaçılara tövsiyə eləyəcəyiniz ki, gedib izləsinlər. Seriallar məsəl üçün son dövrdə mənim xoşuma gəlmişdi. The Offer filmi. Xaç atasının haqqında olan. Haqqında maraqlı mənə gəldi çox. İkinci Brigada serialı mənim xoşuma gəlir. O dövrü, o postsovet vaxtları mənə yaxın olan bir epoxadır və Azərbaycan seriallarından son illər deyim də 15-20 ildə Yoxlama serialı yaxşıdır. Vaqif Mustafayevin serialı. Filmlərdə isə mənim ən yaxın olan filmim uşaqlıqdan mən onu izləyirdim və o film çox ciddi bir filmdir. Onun sonra ikinci, üçüncü, dördüncü hissələri qeyri-ciddidir. Amma Rocky filmi birinci o Oscar alan, 3 Oscar almışdı. Sonra Kriminalniy Chtiva Quentin Tarantino'nun filmi. Kriminal qirayə. Bəli. Üçüncü film İdeya kimi Lobster filmi. Lantimos'un. Hə, maraqlı sadəcə çox dəli ideyadır. Ola bilər ki, başqa filmlərdə, bax indi yadıma saldım, bir Alman filmi var, o da 90-cı illərdə Dostучаться до немец dilində belə gedir. Çox belə mənə yaxın oldu da o filmdə, insan toxunan. Və yadıma salıram 90-cı illərdə ümumiyyətlə yaxşı filmlər çəkilib. Bu Amerikanski Story X var idi. Sonra Fight Club. Yəni filmlər çoxdur. Sadəcə indi yavaş-yavaş bir yadıma salıram. Bunlar elə kifayətdir. Məncə maraqlı orijinal filmlərdir. Xüsusilə Lobster və Knockin' on Heaven's Door. Məncə daha əvvəl adları çəkilməmiş filmlər idi.